Azərbaycan Xalq Cümhuriyyətinin baş nazirinin prototipini Sovet vaxtı çəkilən bir filmdə görə bilərik. Gəlin sizə də göstərim. Neçə dəfə sizə demişəm ki, əl çəkin bu feodal cəza üsullarından. Biz demokratik ölkədə yaşayırıq. Filmdə baş nazirin adı konkret çəkilməsə də, Nəsib bəy Yusifbəylinin prototipi olduğu başa düşülür. Nəsib bəy Xalq Cümhuriyyəti dövründə baş nazir olub. Bu filmdə onun müsbət tərəflərini də göstəriblər. O insanları modern olmağa, feodal ənənədən qurtulmağa səsləyir. Amma həmçinin iradəsi zəif, ürəyi xəstə, sentimental adam kimi də göstərilir. Həyatda isə Nəsib bəy qəzetdə işləmiş, Gəncə şəhər dumasında fəaliyyət göstərmiş, müxtəlif cəmiyyətlərdə fəallıq göstərərək xalqın maariflənməsi üçün çalışan bir insan olub. Xalq Cümhuriyyəti süqut edəndən sonra müəmmalı şəkildə vəfat edib. Hətta məzarının yeri də müəyyən edilə bilməyib. Nəsib bəy Yusifbəylinin ruhu şad olsun. Kadrların hansı filmdən olduğunu bildinizsə, rəydə yazın.